Salam əziz 6-cı siniflər, xoş gördük. Bugün biz birlikdə çox füsunkar, par-par yanan bir mövzuya toxunacaq. Söhbət təbii ki, zərgərlik sənətindən gedir. Əgər qələm və dəftəriniz yanınızdadırsa, bu qısacıq izahımızda zərgərlikin o sehirli dünyasına birlikdə daxil olaq. Bilirsiniz, zərgərlik deyəndə bəlkə də ağlınıza dərhal o bahalı vitrinlərdəki brilyantlar və ya sırğalar gəlir. Amma əslində bu dekorativ tətbiqi sənət adlanan böyük bir ailənin ən qədim üzvlərindən biridir. Bəs bu nə deməkdir? Yəni, bir əşya həm gözəldir, həm də biz onu gündəlik həyatımızda istifadə edirik. Məsələn, nənələrimizin o naxışlı qədim bilərzikləri var ha, bax onlar sadəcə bəzək deyil, həm də xalqımızın necə incə bir zövqə malik olduğunu göstərən canlı tarixdir. Gəlin biraz lap qədimlərə səyahət edək. O vaxtlar üzüklər, sırğalar, bilərziklər, bunlar heç də sadəcə gözəl görünmək üçün taxılmırdı. Təsəvvür edin ki, onlar sanki bir insanın kimliyini göstərən sənədi idi. Kiminsə taxdığı boyun bağıya baxıb, onun hansı ailədən olduğunu, cəmiyyətdəki yerini və ənənələrini asanlıqla oxumaq mümkün idi. Qızıl və gümüş üzərində yazılmış kiçik tarix kitabları kimi, elə deyilmi? Bəs yaxşı, bu qədər mənalı və mürəkkəb əşyalar necə yaranır? Əsas 4 zərgərlik üsulu var və indi biz onlara bir-bir qısaca nəzər salacağıq. Birincisi zərb etmədir. Adından da bəlli olduğu kimi, usta xüsusi alətlərlə metalın üzərinə yavaş-yavaş, amma çox dəqiq zərbələr endirir. Bu zərbələrdən sonra o dümdüz, cansıxıcı metal səthi başlayır qabarmağa və 3 ölçülü naxışlara çevrilir. Yəni, o soyuq, sərt metal ustanın əlində sanki yumuşaq bir plastilinə dönür. İkinci üsulumuz minaçılıqdır. Minaçılıq necə deyərlər? Əsl rəssamlıqdır. Əgər bir bəzək əşyasında belə göz oxşayan, qırmızı, göy, yaşıl rənglər görürsünüzsə, bilin ki, orada minaçılıq sənəti var. Bu rəngli naxışlar zərgərlik məmulatlarına elə parlaq və füsunkar bir don geyindirir ki, ondan gözünü çəkmək olmur. Sonra gəlir şəbəkə, bu yəqin ki, ən zərif üsuldur. Sanki incə tel parçalarından toxunmuş bir hörümçək torudur. Daha çox həndəsi naxışlardan ibarət olur, amma uşaqlar, bu üsul insandan o qədər yüksək dəqiqlik və dağ boyda səbir tələb edir ki, təsəvvür edin, bircə balaca xəta bütün simmetriyanı poza bilər. Dördüncü üsul isə həkk etmədir. Həkk etmə, yəni metalı oyaraq üzərinə yazılar, mənalı rəsmlər və ya xüsusi işarələr cızmaq. Muzeylərdə o qədim qılıncları, xəncərləri xatırlayın, üzərində necə sirli yazılar olur, düzdürmü? Bax, onların hamısı məhz bu zəhmətli həkk etmə üsulu ilə ərsəyə gəlib. Və təbii ki, bütün bu üsulların düz mərkəzində dayanan əsas məsələ ornamentlərdir. Bəs nədir bu ornament? Çox sadə. Ornament ardıcıl olaraq təkrarlanan bəzək naxışıdır. Bizim zərgərlikdə isə ən çox bitki və həndəsi milli naxışlarımızı görə bilərsiniz. Məhz bu ornamentlər sayəsində bizim zərgərlik əsərlərimiz dünyada bu qədər tanınır və sevilir. Aha, bura qədər əla gəldik. İndi isə növbə sizindir. Öz eskizinizi yaradırıq. Hazırsınız? Təsəvvür edin ki, siz indi o qədim ustalarsınız və öz sırğanızı dizayn edirsiniz. Birinci addım, formasını seçin. Yumru olsun, yoxsa damla. İkinci addım, üzərinə o danışdığımız milli ornamentlərdən, məsələn, yarpaqlar, güllər əlavə edin. Və nəhayət üçüncü addım, rəngləri seçin. Minaçılıq sevirsinizsə, o parlaq və canlı rəngləri götürün. Yox, əgər şəbəkə xoşlayırsınızsa, incə qələmlə zərif həndəsi xətlər çəkin. Hər şey sizin təxəyyülünüzdən asılıdır. Fikir verirsinizsə, bu izahımızda birlikdə öyrəndik ki, zərgərlik heç də sadəcə metaldan bəzək əşyası düzəltmək deyil. Bu, böyük diqqət və yaradıcılıq tələb edən, xalqımızın mədəniyyətini, tarixini nəsildən nəslə ötürən canlı bir sənətdir. O qızıl-gümüş detalların arxasında əslində bizim estetik zövqümüz, ruhumuz yaşayır. İzahımızın sonuna gəldik və mən sizi yekunda çox vacib bir sualla baş-başa buraxmaq istəyirəm. Milli sənətlərimizi öyrənərək Azərbaycanın mədəni irsini qorumağa hazırsınızmı? Unutmayın ki, mədəniyyətimizi qorumağın ən gözəl və ilk yolu onu sevərək öyrənməkdir. Çəkdiyiniz o kiçik eskiz belə əslində bu yolda atdığınız çox böyük bir addımdır. Özünüzə yaxşı baxın, həmişə yaradıcılıqla qalın.